Şəki rayon mərkəzi xəstəxanasında yaşanan acınacaqlı durum bugün əksər mətbu orqanların toxunduğu mövzulardan biridir. Ölkə mediası rayon səhiyyəsində hökm sürən acınacaqlı vəziyyət barədə bir neçə dəfə tənqidi məlumatlar paylaşıb. Hətta aidiyyatı qurumları baş verənlərlə bağlı məlumatlandırmışıq ki, bəlkə Məcid Əliyevin rəhbərlik etdiyi sahədə haqqı, ədaləti bərpa etmək mümkün oldu. Amma atalar demişkən, sən saydığını say, gör, fələk nə sayır deyimi zaman keçdikcə öz təsdiqini tapmağa başladı. Yəni, Şəki səhiyyəsinə rəhbərlik edən baş həkim bu sahədə az-çox qayda qanunu bərpa etmək əvəzinə yenə də feodal dövründən qalma idarəçiliyini tətbiq etməyə üstünlük verməkdədir. Azərbaycanda dövlət tibb müəssisələrində göstərilən xidmətlərin pulsuz olduğunu nəzərdə tutan qanunların olmasına baxmayaraq, hər bir poliklinika və ya xəstəxananın da bundan başqa özünün yazılmamış qanunları mövcuddur. Məcid Əliyevin qoyduğu qayda və qanunlar isə bu sahədə dövlət qanunlarından daha işləkdir. Aydın 007 adlı sosial şəbəkə istifadəçisi söylənilən faktlarla bağlı daha bir iddialı məlumat paylaşıb. Məlumata görə xəstəxanada səbəbi bilinməyən pul yığımına start verilib. Cərrahlar 500, həkimlər 400, tibb bacıları isə 25-30 manatdan yığıb bayram qabağı Məcid doktoru sevindirməlidirlər. Əks halda işləri ilə vidalaşmalı olacaqlar. Məcid doktorun sağ əli isə Qorxmaz və Şəlalə adlı həkimlərdir ki, pul yığmaq işində canla başla iştirak edirlər. Görəsən, korrupsiya xəstəliyinə yoluxan Şəki səhiyyəsindəki özbaşınalığa nə zaman dur deyən tapılacaq? Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.